nəğməli qonağımız var. Tək şənliklərin ifaçısı deyil, həm də dövlət tədbirlərin iştirakçısıdır. Hər kəsin sevimlisi Abbas Əliyev bugün bizimlədir və Abbas bəydən gözəl bir nəğmələr səslənəcək. Xoş gördük Abbas bəy. Təşəkkürlərimizi bildiririk Günay xanım, minnətdarım sizlərə. Azərbaycan musiqilərini zəngin ifa edən zəngin musiqiçiləri salamlayıram. Hər vaxtınız, hər bir anınız xeyir olsun, dəyərli qonaqlar, xanımlar və cənablar. Mən də Elvin qardaşımın təşəbbüsü ilə bu gözəl anda iştirak edirəm. Elvin qardaşım, dərin təşəkkürlərimi bildirirəm. Xoşbəxt olsunlar, yarayanlardan olsunlar deyirik. Sinəmdə yarət var, oyuna günə